Xoş gördük, hörmətli izləyicilər. Sizə aprelin 8-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 12-16 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcək. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcə isti müşahidə ediləcək. Hava məlumatını dinlədiniz əziz izləyicilər, görüşənədək.